Hacı, təbii ki, Ramazan ayının əsas şərtlərindən biri də fitrə çıxılmasıdır və bugün fitrə çıxılması vacib əməllərdəndir. İstərdim bu barədə ətraflı danışaq ki, tamaşaçılarımıza da daha aydın izah edək. Fitrə nə vaxta qədər çıxılmalıdır və kim nə qədər fitrə çıxmalıdır? Təşəkkür edirəm suala görə. Bəli, bu günlərdə çox insanları maraqlandıran suallardan biridir. Ümumiyyətlə bunu qeyd edeyim ki, orucluq Ramazan ayı fərdi yox, ictimai ibadətdir. Yəni, baxmayaraq ki, biz fərdi qaydada oruç tuturuq, ibadətlər edirik, amma hədislərdə qeyd olunur ki, kim fitrə zəkatı verməsə, onun orucu qəbul olunmaz. Yəni, oruc bizə həm də ictimai məsuliyyətimizi xatırladır. Biz bayram edərkən yoxsul insanları düşünməliyik. Bayram süfrəsinin təşkil edilməsinə bəzi insanlar ola bilər, imkanı zəif olsun, gücü çatmasın. Biz o insanlara yardım etməliyik. Fitrə zəkatı bu niyyətlə ayrılır və vacib bir əməldir. Yəni, dinimizin vacib buyurduğu əməldir, amma imkanı olan insanlara vacibdir. Fitrə zəkatı ay göründüyü zaman da ayrılır və fitrə zəkatı gecə ilə verilsə daha yaxşıdır. Ən geci bayram namazına qədər, səhər 8-9-a qədər, birdən çatdırmasaq günorta namazına qədər, olmasa axşama qədər, hər halda biz fitrə zəkatını ödəməliyik. Fitrə zəkatının məbləği nə qədərdir? 3 kiloqram arpa, buğda, un, düyü, kişmiş, xurma və s. ərzaq növlərinin dəyəri qədər həmin məbləğdə fitrə zəkatı ayrılır və ailə başçısı tərəfindən ayrılır, ailə üzvlərinin hər birinin adından. Hətta yenicə doğulmuş körpənin adından fitrə zəkatı ayrılmalıdır və yoxsul insanlara çatdırılmalıdır. Dünyaya gəlməmiş uşağın adından ana əgər qadın hamilədirsə, onun adından ayırmaq vacib deyil, sadəcə bəyəniləndir. Müstəhəbdir ki, onun adından fitrə zəkatı ayrılsın. İmkanı çatan insanlar mümkün qədər daha çox fitrə zəkatı ayırsınlar, özləri yoxsul insanlara versinlər. Yəni, buradan bir maraqlı tərəf yoxdur. Dini qurumlar da, məsələn, Qafqaz Müsəlmanlar İdarəsi də, digər din xadimləri də bunu təkid etdiyi də yoxsulların vəziyyətinə görədir. Çünki o vəsait din xadimlərinə ödənilmir, o yoxsul insanlara çatdırılmalıdır.